Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 15 aprel 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Nəhayət ki, bu ilıq yaz ayının, ilıq da keçmədi heç, ortasına çatdıq. Hər halda sağ-salamatıqsa, hər halda sıxıntımız yoxdursa buna da şükür eləyək və getdikcə ilıq, isti dövrə gedirik. Kasıbın dövrü isti dövrdür. Allah Teala hər birinizi sıxıntıdan, üzüntüdən, can ağrısından, kasıbçılıqdan uzaq eləsin inşallah. Mərdüm-azarlardan yolunuzu təmizləsin. Və bugün həftənin çərşənbə günüdür, yəni 3-cü gündür və hər çərşənbə günü axşam saat 9 tamamda 21:00-da bizim kanalımızın ən qiymətli verilişlərdən olan Ruhumuzun Şəfası verilişi efirdə olacaq. Numeroloq Kəmalə Mürsəlova ilə yenə də ruhumuza şəfa qatan söhbətlərdən, nəsnələrdən bəhs eləyəcəyik. Sizi ilgiləndirən suallara cavab verəcəyik. İnsanın insan münasibəti, insanın təbiət münasibəti, insanın özünə münasibəti haqqında əsas prioritet bir xətt götürmüşük, ondan danışacaq. Ümid edirəm ki, hər biriniz baxıb, bəyənib, fikir, sual yazıb, aktivliyinizi göstərəcəksiniz. Və keçək günün ümumi mənzərəsinə. Günün ümumi mənzərəsi hər halda cansıxıcı deyil. Yeni şeylər tapmaq, əldə eləmək, yeni ideyaları ortaya qoymaq, uzun müddətdən bəri araşdırdığınız bir şeyin nəhayət ki, sonuna çatmaq. Bax, belə bir mənzərə var, ümumən belə bir mənzərə var. O xüsusi mənzərələrdə ayrı-ayrı zodiak işarələrinin fərdi proqnozlarında sezə bilərsiniz. Başlayaq. Qoç bürcü. Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, hətta uzaq səfərə çıxmaq üçün o qədər də uğurlu ərəfə deyil. Bugün heç kimə yalan vədlər, əmin olmadan sözlər verməyin. Boğa bürcü. İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini mistik dəyərlərə qiymət verin. Yəni, siz də o selə qoşulmayın, o bir-birinə uzaq duran, dedikodu yapan, şübhə ilə, filanla olan adamlardan uzaq olun. Xüsusən də cinayət tərkibli işlərdən, ümumiyyətlə Allaha zidd olan bütün işlərdən uzaqlaşın. Axşama doğru da özünüzü soyuğa verməyin. Ümumiyyətlə səhhətinizi qorumağınız tövsiyə olunur. Əkizlər bürcü. Ailə sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi, öz sevginizi qarşı tərəfə əyan eləmək istəyirsinizsə, bəyan eləmək istəyirsinizsə, qətiyyən çəkinməyin. Çünki bugün sizin cəsarətiniz sayəsində uğurlar sizi müşayiət eləyəcək, sizi ağuşuna alacaq. Yəni, içinizdən keçəni, təbii ki, söhbət ədəbdən, ərkandan, ədalətli sözlərdən gedir. İçinizdən keçirsə, qətiyyən sıxılmayın. Birbaşa deyin, açıq aydın deyin, mütləq nəticəsi olacaq. Yəni, ulduzlar bugün sizdən belə bir cəsarətli addımlar tələb eləyir. Və başqalarının qəlbinə dəyən hərəkətlərdən də uzaq durun. Xərçəng bürcü. Təxminən saat 13-ə qədər, yəni günorta saat 1-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Həmin dövrdə, yəni nahara qədər təxminən təcrid olunmuş şəkildə, yəni heç kimə baş qoşmamaq şəraitində olsanız yaxşı olar. Sonraki müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı üzərinizə düşən məsuliyyəti dərk eləyin. Şir bürcü. Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Həm yaxşı situasiyada ola bilər, həm mənfi, həm sizi sınaqdan keçirən amillər ola bilər, həm sizi gözdən salmaq istəyən amillər. Bunların hamısına emosiyanızı bir tərəfə qoyub soyuq başla, soyuqqanlılıqla yanaşın. Mübahisədə etməyin. Başınızı yalnız adi işlərlə qatsanız daha yaxşı olar. Axşam isə hədsiz dərəcədə sevinəcəyiniz gözlənilir, inşallah deyək. Qız bürcü. Bugün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Həmişə deyirəm, sağlıq xəstələnmək deyil təkcə. Yəni, enerjinin aşağı olmağı, dilxor olmağı, süst olmağın özü də elə səhhətdir. Yəni, ona fikir verin.
Daxili orqanlarınızı qoruyun. Məsələn, soyuq qida, duzlu qida, spirtli içki, turş, bax belə şeylərdən uzaq olmağınız yaxşıdır. Və bütün bunlara riayət eləsəz, günün öz axırı normal keçəcək. Qeyri-adi bir mənfi ya müsbət bir şey yoxdur. Tərəzi bürcü. O qədər də aktiv gün deyil. Nəzərdə tutduğunuz ciddi planları bu səbəbdən təxirə salsanız daha yaxşı olar. Qarşılıqlı münasibətlər zəminində də hər sözünüzə diqqət yetirin. Yəni sözləri bişirib çıxarın, xüsusən də iş yerində, lap xüsusən də rəhbərliklə bağlı, yəni məsuliyyətsiz, güvənsiz danışmayın. Doğru bildiklərinizi danışın. Bugün ümumiyyətlə sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməsəniz yaxşıdır. Əqrəb bürcü. Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkanlar qazanacaqsınız. Bu da özdə elə fəaliyyətdir ki, çoxdan bəri nəzərdə tutmusunuz, hələ alınmır, hələ yetişməyib. Bax, bugün elə bir gündür. Yəni, imkanlarınız olacaq artıq nəyisə ortaya qoymağa. Bu yönümdə müttəfiqlərinizin köməyindən də maksimum yararlanmağa çalışın. Çünki sizə kömək də var bugün göstəricilərdə. Və vaxtınız olarsa təbii ki, müqəddəs məkanlara ayaq basın, savab işlər görün ki, bu enerji daha da artsın. Ox atan bürcü. Ulduzların düzümü bu təqvimdə istənilən riskdən uzaq olmağı tövsiyə edir. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənir. Amma bu danışıq elədir ki, sizə təklif olmalıdır. Yəni sizin təşəbbüsünüz olmamalıdır. İndi dua eləyək ki, təbii ki, bütün ox atanlara bugün naharda təklif gələsi deyil. Amma gözləyən, ümidli olan, bu şəraiti yetişdirən sizsinizsə, hansınızsa onlarda bu hal olacaq. Pul barədə bacardığınız qədər də qənaətcil olun. Oğlaq bürcü. Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Göy qübbəsi müdafiədə durmur. Sadəcə planetar quruluş sizə müsbət enerji verdiyinə görə, yəni adətən belə deyirik. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün böyük şanslar qazanacaqsınız. Diplomatiyada, davranışlarda da ölçülü biçili danışın. Su tökən bürcü. İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bugün bəxtinizdə pul da var. Balıqlar bürcü. Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd eləməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək yetərlidir. Yəni kifayətdir, başqa şeyə ehtiyac yoxdur. Siz də bir çox bürclərdə dediyim kimi gün ərzində, xüsusən də axşama doğru səhhətinizə fikir verin, enerjinizi sabit saxlayın. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.